Sual oluna bilər ki, Allah Taala bizləri nə üçün imtahan edir? Allah Taala imtahanlar vasitəsilə bizlərə yaxşı və pis əməllərimizi zahir edir. Pis və yaxşı əməllərimizi bizlərə göstərir. Əli əleyhissalam buyurur, baxmayaraq ki, Allah öz bəndələrinə işlərində onlardan daha agahdır, onları imtihan edir ki, onların pis və yaxşı əməllərini onlara zahir etsin. İnsanların imtihan olunmağının səbəblərindən biri də budur ki, insanlar etdikləri səhvləri başa düşsünlər, tövbə edərək Allaha tərəf qayıtsınlar. Əli əleyhissalam buyurur, həqiqətən Allah Taala öz bəndələrini məhsul qıtlığı və xeyir mənbələrini üzlərinə bağlamaqla imtihan edir. Ta bəndələr öz səhvlərini başa düşsünlər, oyansınlar və tövbə edərək Allaha tərəf qayıtsınlar. Allah Taala buyurur, və bələvnahum bil hasanati və seyyiati ləallahum yerciun. Bəlkə qayıtsınlar deyə insanları pisliklərlə, yaxşılıqlarla imtihan edirik. İlahi imtihanlar insanların imanlarını və iradələrini möhkəmləndirir. Allah Taala Bəqərə surəsinin 249-cu ayəsində Talutla Caludun qoşunundan danışır. Allah Taala Taludun qoşununu su və özlərindən dəfələrlə çox olan qoşunu ilə imtihan edir. Elə ki, Allah Taala Taludun qoşununu imtihan edir, o möminlər ki, bu ilahi imtihanlarda səbr etdilər, öz nəfslərini ayaqlarının altına qoydular, Allah Taala onların imanlarını və iradələrini möhkəmləndirdi. Və Caludun qoşunu ilə üz-üzə gələndə belə dedilər: "Kəm min fi'ətin qalilətin qalabət fi'ətən kəsirətən biiznillah." Nə qədər az dəstələr ki, Allahın izni ilə çox dəstələrə qalib gəliblər. Bu ayənin təfsirində buyurulur, möhkəm imanı və qəlbləri iman nuru ilə nurlanan bu möminlər Caludun qoşunu ilə üz-üzə gələndə şücaətlə dedilər: "Bizim qulağımız Talutun fərmanınadır. Allahın izni ilə biz az dəstə o böyük dəstəyə qalib gələcəyik." Talutun qoşunu 313 nəfərdən ibarət idi.